Bizim ölkəmizdə Nazirlər Kabinetinin 141 saylı qərarı var. Adı belədir: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. 2009-cu ildə, yəni 16 il bundan qabaq təsdiqlənibdir. Həmin qərarda göstərilir ki, yəni sərnişin daşıma xidməti göstərən daşıyıcıların, yəni avtobusları sərnişin daşımaq üçün təqdim edən o daşıyıcıların vəzifələrindən biri də təqdim elədikləri avtobusların sanitar-gigiyenik norma və tələblərə uyğun olmasını təmin etməkdir. Və bunu təmin etmək üçün də konkret addımlar var. Addımlar da nədən ibarətdir? Və həmin addımlar yeri gəlmişkən o həm sanitar epidemioloji salamatlıq haqqında qanunvericilikdən irəli gəlir. Bu sanitar epidemioloji nəzarət qurumlarının tövsiyələri var, təlimatları var. Birgə bu işlər təşkil olunur. Gündəlik avtobusların təmizlənməsi. Gündəlik təmizlənmə özü tək avtobus deyil, metro da belədir, qatarlar da belədir. Gündəlik təmizlənmə odur ki, hər reysdən sonra, yəni tutaq ki, iş bitdi, avtobus getdi qaraja. Qarajda ilk işlərdən biri avtobusun təmizlənməsidir. Təmizlənmə, fiziki təmizlənmədən söhbət gedir də, süpürülür, silinir, çirkli yerlər varsa imkan daxilində təmizlənir və salam. İş bundan bitdi. Gündəlik təmizlənmə budur. Bir də yenə də bax, sanitar epidemioloji nəzarət orqanlarının təlimatlarına və ölkədə və yaxud da həmin şəhərdə mövcud olan epidemioloji fona, yəni epidemioloji vəziyyətə uyğun olaraq dezinfeksiya tipli xəstəliklərə qarşı, yoluxuculara qarşı işlər görülə bilər. Yəni tələb bugünkü gün tələb odur. Amma avtobusları, salonunu təmiz saxlamaq, səliqəli saxlamaq dediyim kimi daşıyıcıların vəzifəsidir. Ona görə də gündəlik təmizlənmə həyata keçirilməlidir. Hətta elə deməlidir ki, çox böyük çirklənmələr olmasın. Çirklənmələr olanda həm çirklənmələr təmizlənməlidir, təxminən belə.